Xanımlar bu videonu diqqətlə izləsin. Evimizin bir dənə mətbəxi var ki, 7 metrdir mətbəxin uzunluğu, əziz izləyicilərimiz. Videonun daxilində göstərəcəm inşallah. Evimiz 2 sota yaxın torpaq sahəsindədir, qoşudaşla, kəmərlə, bir növlə ilə necə lazımdır inşa olunan evdir. Həyətinə 2 dənə maşın rahat daxil olur. Otaqlarımızın da genişliyində söhbət yoxdur. Evimizə də gəlib baxanda xahiş edirəm sizdən. Usta ilə gəlin baxın ki, görün evimiz necə inşa olunub, necə tikilib. Evimizin sənədi də ev və torpağı kupçadır, paket kupça. Bax, görürsünüz, radiatorlar da quraşdırılıb, kombi də quraşdırılıb, hamam aksesuarları da hazırdır. Xanımların ən sevimli otağına baxın bir dənə. Mətbəx otağının genişliyinə baxın. Elə bir ki, qonaq otağıdır. Yəni, studiya mətbəx deyil, mətbəx ayrıdır, qonaq otağı ayrıdır. İndi qonaq otağını çəkək. Görürsünüz. İstəyən adam olsa buranı 4 otaq da eləyə bilər. Studiya mətbəx eləyir oranı, 4 dənə otaq olur. Opşi. İndi göstərdik. Yataq otağının genişliyini də gördünüz. Bu da digər yataq otağımız və hamam otağını göstərək. Duş kabinində kimi bütün aksesuarlar da yığılıb. Döşəməmiz də stipoldur. Evimizin start qiyməti neçə idi əziz izləyicilərimiz? 75 min manat. 75 min manatdan real alacaq, qəşəng endirim də olunacaq. Evimiz hardadır? Məhəmmədidə, mərkəzdə, təzə yola yaxın Araz Market var Məhəmmədin mərkəzində. Oraya yaxındır. Əsas yoldan 300 metr, 400 metr yol düz yoldur. Rahat yoldur. Ətrafda olan bütün evlər satılıb. Bu evi almağa tələsin. Yoxsa bu ev qalmayacaq. Bir dənə qalıb. Kim zəng elədi, gəldi, baxdı, alacaq bu evi. Sağ olun, minnətdarım.